Salam aleyküm dostlar, nəyirsiniz? Keyfiniz, əfəniniz, sağlamınız, açmazsınız. Deməli dostlar, bugün sizinlə gerçi bir sürü bugün dərsi getmirəm dostlar. Xəstələnmişəm, ölürəm. Səsimdə qalınlaşıb gördüyünüz kimi. Sonra həm də həftə axırına getmədim, həftə axırı. Deməli dostlar, bugün sizinlə bir pis xəbərim var. Bala gərçim var idi, atan yanında orada aldı. Dimdiğin sonunda biraz yarası kalmış, quruyub. Dimdiğini qopardım, nənə dimdiği əyrilib, bax, düzəlsin. Qopardan yaxın dimdiğin ucu qopmadı da, qanadı. Krem sürttüm burnuna, bari pürüstür. Adı başka cür attı, amma qəşəng kremdir, yəni. O vaxtda mən paçalı quşum var, bilərsiniz, bilər, əbrəş baş. Sonra, yəni, onun ayaqları qanırdı tez-tez. Sürtürdüm onun ayağına, orada 2 dəqiqə ərzində qan yoxa çıxır. Yəni, həm mikrobu qoymur, açıq yara girsin, həm də qanı kəsir bir sözlə. Yağlı bir kremdir, tez əriyir gedir, harasa sürtdünsə 5 dəqiqə ərzində əriyir gedəcək. Hətta insanlar üçündür da o, açıq yaralarına sürtmək üçündür. Həm açıq yaranın içindəki mikrobları çıxardır, həm də yaxşılaşdırır. Kremin adam bilmirəm dəqiq kutusu var idi. Bilmirəm, orada dostlar, baxın. Bunlara maşallah olsun. Qara, rədd oldu var ya. Tapazımda sən dişi. Prossun keçildi tapazam. Bağışlayın olsa, barmağım belə düşüb. Sonra görəmirəm ekranı, günəşlidir hava. Nə deyirdim? Yəni, inşallah qopmaz dimdiyi. Zülanka qutarmasını vurardım dimdiyinə. Qutarıb prosta. Ay, erkək yox. İndi bildi erkəkdir. Bax, gedir önündə o qaranın yanına. Dostlar. Toyuqları bırakmamışam. Üzür sayın ben açtığımı görə. Artıq boğazıma ağrımır. Kripəm, ona görə də səsim belə çıxır. Sonra nə deyəcəkdim abi, bir söz deyəcəkdim ya, yadımdan çıxdı. Həm həftə sonu olduğuna görə getmədim məktəbə. Həm də xəstəyəm dostlar, yəni bizim ailə elə ailədir ki, yəni xəstəlik başqasına yemək istəmirlər. Onlar da xəstələnməsin yəni. Həm də dərsdən qaldım. Bu yöndə mən yaxşıyam. Dərsə getmək istəmirəm onsuz. Prosta ərizə yazmalıyam. Mən yazmayacam, anım yazacaq. Dostlar, canlı açmağıma 7-8 gün qalıb. 4 oktyabrda açacağım canlımı. 4 avqustda bağlanıb canlım. 4 avqustda yox, əsas deməyim. 4 sentyabrda bağlanıb canlım. İnşallah 4 avqustda açılar. Sonra yəni belə
Yani inşallah kopmaz dimdiyi. Sizi kopar. Görsəlim olsa, görsən. Tərif yerim. Tutaq görsədək. Video tez işləyəcəm. Olsa saat 11-də yatdı işləyərəm bəlkə videonu. Saat 9-dur indi. 9-10-dur bağışlayın. Səhv dediyimi görəm. Dostlar, məncə mənim üçün düzgün qərar almışam ki, bu çirkin bala var ya, onu patsalaya vurmaq məncə düzgün bir seçim almışam. Çünki ayağı tüklüdür, həm də yaraşılar bir-birlərinə, həm də bacı qardaşlar. Hani qan eyni gedəcək. Sonra inşallah ölməsə o, dişi çıxsa bala, bu qara balayı vuracam. Həm də qan eyni gedəcək, həm də eyni rəng çıxacaq qara. Dostlar, ona da prostoy vuracam. Kimdə keçirli prostoy varsa 5-6 manata satırsa işləyərəm. Satdırma varsa ya da yaxın bölgə varsa, Neftçaladır, bilası vardır, nə bilim onlara yol pulunu özüm verərəm. Ama başka uzaq yerlərsə yol pulu özünüz verərsiniz də. Sonra kimdə əvrəş varsa deşik, keçirli, ayağı çılpaq, ayağı dolaq da ola bilər. Problem yoxdur. Quyruğu az da olur olsun, əbrəş olsun, üstünün qara nöqtələri də olur olsun, problem yoxdur. Sonra nə deyirdim, kimdə var dişi elə, keçildi istəyirəm. Qara dimdi isə lap yaxşı, qara dimdiyə görsən, eyb yoxdur. Qara dimdi, yəni qara dimdiyə, çünki atan dimdiyi qaradır. Sonra nə deyirdim, kimdə pavlin varsa güc, 20 manatdan yuxarı olmasın. Yəni biri 10 manatdan düşür. Çatdırma varsa istəyərəm. Acı hamısında dediyim quşlar varsa sizdə optava istəyirəm yəni. Sonra nə quşu istəyirəm? Belə. Yoxsa yuxu görmüşdüm. Yuxumda ata quş görmüşdüm. Paraşüt tuturam dostlar. Qaranlıq dama girirəm. Damda paraşüt tuturam. Sonra patrıq var boz rəngində. Onu tuturam. Qəribə bir yuxu idi. Sonra qara tuturam, quş tuturam. Sonra boynugüldü də. Bezgin gibi elə boynugüldü. Tuturam, xəstə bala. Belə. Qəribə yuxu idi. Bilmirəm nə mənası var. Mənasını bilənlər yazsın kommentə. Komment yox, yorumlar komment nədir var. Hə dostlar. Videomuz bu qədər. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Gəmir ilə qursunuz. Başında partlayır. Bəlkə birinci gündə gelməyim başıma, bilmirəm. Səsim də biraz kişiləşib. Balayı görsəm sizə gözləyin dostlar. Hə dostlar, həm də o duran quş gəlmişdi. Quşları bıraktım, amma sonra tutdum heydə quşları salmağa. Görüm yoxa çıxıb. Yəqin uçub gedib ya da tutublar. Bilmirəm. Bura baxın dostlar, beləmsi idi. Dimdiyini görsədim sizə. Çox uzaqdan görsədim, çox yaxından görsədməyim. Belə bir şey dimdiyi. Yaxşılaşdı. Dimdiyi qopa bilməz dostlar. Dimdiyi ya qaçsa kəsmək lazım dimdiyi, ya da güc göstərmək lazımdır dimdiyi qoparmaq üçün. Üstü qopa bilər, amma altda sümüyü var, sümüyü deyirəm, əti var, onun üçün qopmaz o. Yəni məncə qopmaz. Ya da kimsənsə sıçandan bir dəfə ördəyimiz olmuşdu dostlar. Sıçan gəlib balaca buluş ördəyimizə. Dimdiyi yemişdi, ayağın yadını yemişdi. Sıçan eşidir dostlar, mış işçili, mış. Baxın dostlar, Allah birliyə baxın, Allah birliyə ataya baxın. Qara balaya kur yapır. Aladında sənədir, nə hardan var. Mesela indi də deyirəm, kimdə o istədiyim quşlar varsa, haftavoy götürürəm. Nə təmat deyirsinizsə, düyün alaram.
Neyse qara. Hə dostlar, videomuz bu qədər. Sağ olun, salamat qalın. Onun gələn bölümdə video bəyənib kanalıma abunə olmayın. Sağ olun, salamat qalın. Toyuğumuzdan biri çıxmayacaq. Hə dostlar, sağ olun, salamat qalın.